Bura hamımızın tanıdığı beton yoldur. Üzü o tərəfə aeroportdur. Oradan gələnlər də Zığdan gəlirlər. Deməli bir məlumat vermək istəyirəm. Burada bax belə bir daşlar qoyulub ki bu yola girişi burada qadağan eləyiblər. Hansı səbəblə, niyə, nə üçün mənə çox maraqlıdır. Halbuki burada sürətlənmə zolağı da var. Avtomobillər bura çıxıb rahat şəkildə aeroporta gedə bilərlər, beton yoluna qarışa bilərlər. Fikir verirsinizsə, bura sürətlənmə zolağıdır ki, sürətlənmə zolağı ilə aeroport yoluna getmək üçün, yəni bura çıxmaq olsun, Dreamland'ə gedən istiqamətdir. Dreamland'ə gedən yoldur. Xəyal adası, Dreamland, bu istiqamət. Binə qəsəbəsi, Safxoza gedən yol, Azərsun yolu deyirlər. Bura isə həmin o daş maneələr. Maraqlıdır ki, niyə belədir, niyə qoyublar, aidiyyatı qurumlar bu suala ümidvaram ki, bir cavab verərlər və tezliklə bu yol açılsın, sürücülər rahat şəkildə aeroporta getmək üçün, hava limanına getmək üçün və yaxud beton yoluna qarışmaq üçün buradan rahat şəkildə istifadə etsinlər.